Salam uşaqlar, atom və nüvə fizikasına aid daha bir qəbul tipli sualın izahına baxalım. Deyir ki, parçalanmamış radioaktiv nüvələrin sayının zamandan asılılıq qrafik verilmişdir. Nüvələrin başlanğıc andakı N0 sayını hesablayın. Deməli uşaqlar bizə yarım parçalanma periyodunu verib 2 il və baxıram ki, qrafikdən zamanı verib nə qədər? 4 il. Düzdürmü? Və bizdən başlanğıc sayı soruşur uşaqlar. Fikir verirsinizsə 4 il sonra qalan nüvələrin sayı 2 vurulsun 10 üstü 5-ə bərabərdir. Onda qalan nüvələrin sayını biz n ilə göstəririk. Bunu bizə verib 2 vurulsun 10 üstü 5. Nə soruşur? Başlanğıcdakı nüvələrin sayını. Biz bilirik ki, qalan nüvələrin sayı n bərabərdir. N0 vurulsun 2 üzərində mənfi t bölünsün t düsturu ilə tapılır. Onda qiymətlərimizi yerinə yazsaq, qalan nüvələrin sayı 2 vurulsun 10 üstü 5-dir. Bərabərdir. N0 vurulsun 2 üzərində mənfi, deməli zamanımız 4, periyodumuz 2-dir. Buradan 2 vurulsun 10 üzəri 5 bərabərdir. N0 vurulsun 2 üzərində mənfi 2. Buradan da 2 vurulsun 10 üstü 5 bərabərdir. 2 vurulsun 2 üstü mənfi 2 4də 1 deməkdir. Yəni bu olur N0 vurulsun 4də 1. Buradan da N0'ı tapanda alırıq ki 2 vurulsun 10 üstü 5 vurulsun 4. Yəni başlanğıcdakı nüvələrin sayı 8 vurulsun 10 üstü 5'ə bərabərdir. Doğru cavabımız A variantı uşaqlar.